Ruzi bərəkət artımı üçün möhtəşəm bir ritual paylaşıram dostlar. Baxın, Allah hər birinizə səbəb salsın inşallah. Bax, bu gördüyünüz işarələri olduğu kimi pulun üstünə köçürdüm, 1 manatın. Cadu edir. Utanmaz deyir ki, Allah hər birinizə səbəb salsın. Heç utanırsan sən. Heç olmasa bunu edirsən, Allahın adını, pak adını dilvə gətirmə. Nə oldu elə? Hamı götürsün o şeyi yazsın, milyoner olsun da. Bəs Allahın ruzi bölgüsü. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Vallahu faddala ba'dakum ala ba'din fi'r-rizq." Allah Teala ruzi məsələsində birlərinizi digərlərindən üstün etdi. Başqa bir çox ayətlərdə buyurur ki, Allah Teala istədiyinin ruzisini genişləndirir, digərini daraldır. Ruzi məsələsi əzizlərcə Allahın əlindədir. Başqa heç kəsin əlində deyil. Və hər hansı bir ritualla, nə bilim, kağızın üstünə bu işarələri yazmaqla sizin ruziniz artmayacaqdır. Özünüzü bədbəxt edəcəksiniz. Cinləri, şeytanları öz evinizə dolduracaqsınız. Öz övladlarınıza, öz ailəvizə musallat edəcəksiniz. Uzaq olun belə şeylərdən.